Müsahibə vermək istəyirsiniz? Sağ ol. Sağ olun. Xanım, müsahibə vermək istəyirsiniz? Ümumiyyətlə baxmır ha, ümumiyyətlə baxmırlar. Xanım, müsahibə vermək istəyirsiniz? Çox çətindir, çox. Vallahi çox çətindir. Hə dostlar, kanala yeni bir playlist əlavə eləmək istəyirəm. Amma bilmirəm əlavə etməyi bacaracam yoxsa yox. İstəyirəm ki, çöldə insanlarla müsahibə aparım. Bu mənim hardasa 5-ci dəfədir ki, mən bunu yoxlayıram. Niyə 5-ci dəfədir yoxlayıram? Çünki hər biri uğursuzluqla alınıb. Böyük ehtimal indi çəkəcəyim də uğursuzluqla alınacaq. Ona görə ki, ümumilikdə, yəni nə az nə çox hardasa bir 45-50 nəfərə yaxınlaşmışam. Bu dəqiqə bütün başım da ağrıyırdı. O qədər adama yaxınlaşmışam ki, hamısı yəni yox deyir. Kimə yaxınlaşıram, iştirak eləmək istəmir, danışmaq istəmir. Yəni cavanına yaxınlaşıram, eyni şey deyir, yaşlısına yaxınlaşıram, eyni şey deyir. Heç bir şəkildə başa düşə bilmirəm də niyə insanlar müsahibə vermək istəmir. Başa düşə bilmirəm. İndi bəlkə də bunun səbəbi ola bilər ki, mən Azərbaycanda müsahibələrə baxanda, hansı ki, çöldə alınan müsahibələrə baxanda onu görürəm ki, çox mənasız, dəxilsiz suallar verirlər də. Yəni nə bilim, short-ki müzakirə eləyirlər, ya deyir Newtonun başına alma düşəndə Newton nəyi kəşf elədi. Bu tipik Azərbaycan insanı bunu hardan bilsin yəni. İnsanlara yaxınlaşıram, deyirəm ki, baxın, müsahibə almaq istəyirəm sizdən. Verəcəyim sual da bu olacaq da. Bəs gəlin danışaq da, müzakirə eləyək. Xeyri yoxdur, amma baxmırlar. Normalda məsələn insanlar nə edir? Yəni bu tip videoları çəkən insanlar nə edir? Birbaşa yaxınlaşır, kameranı, yəni üzr istəyirəm, kameranı belə ağzına soxur, elə yaxınlaşır. Adam da qalır belə deyə də çarəsizlik içində məcburi şəkildə danışmalı olur. Mən elə də etmirəm. Mədəni şəkildə əvvəlcədən yaxınlaşıram, icazə alıram, soruşuram, mövzuya qədər yeri gəlsə açıqlayıram, deyirəm ki, bax filan şey haqqında video olacaq, iştirak eləmək istəyirsinizmi? Yəni indiyə qədər dediyim kimi, bəlkə də mən 45-50 nəfərə yaxınlaşmışam və hamısından da eyni cavabı eşitmişəm. Heç kim yaxın durmur. Yəni mən bu videonu çəkib bunun necə çətin bir şey olduğunu sizə göstərmək istəyirəm. Baxın, siz özünüz şahidi olacaqsınız. Gələn gedənlərə deyəcəm ki, bəs müsahibə vermək istəyirsinizmi? Mövzuyu sorursam mövzunu da deyəcəm. Görə yəni insanlar iştirak etmək istəyəcək. Mən bilirəm ki, istəməyəcək. Sadəcə bunu maarifləndirmək üçün çəkib paylaşıram ki, baxın, insanlar baxsın ki, ay cəmaət, yəni burada bir problem yoxdur da. Normal insan kimi müsahibə veririk də. Mən sizə absurd sual vermirəm, sizə belə dəxilsiz bir sual vermirəm. Gəlin, yəni iştirak eləyin. Yəni belə problem budur. İndi gözləyə görək, mən gələndən gedənə soruşacağam, görək kimsə iştirak eləmək istəyirmi müsahibədə. Çox çətindir, qardaş, çox çətin. Ya belə deyim, insanların çox özgüvənsizdir. Yəni danışmaq istəmir. Ya da ki, dediyim kimi də elə biləcək ki, mən buna dəxilsiz sual verəcəm. Bu da cavab verə bilməyəcək, biabır olacaq da. Yəqin səbəbi bu ola bilər də. Başqa mənim ağlıma heç nə gəlmir. Mövzumuz da əslində xeyli ciddi bir mövzudur. Qadın cinayətlərin arxasında baş verən səbəbləri soruşacağam insanlardan. Yəni maraqlı bir mövzudur. Şəxsən mənim özümə də maraqlıdır. Görüm insanlar bu məsələ haqqında nə düşünür, nələr fikirləşir. Bu arada bax, mən elə gənclər var ki, mən buradan onlara irad bildirirəm. Ona görə ki, qardaş, yəni bir sual verirəm, söz soruşmaq istəyirəm. Adamın üzünə belə baxmağa tənəzzül etmirlər. Yəni qalıram mikrob kimi ortada, belə də eləmək olmaz axı. Yəni maksimum dərəcədə işinə baxarsan, deyərsən yox da, başını belə yelləyərsən, deyərsən yox da, yəni iştirak etmək istəmirəm. Yəni burada nə var ki, ayıb bir şey yoxdur ki. Promo ötürlər, keçirlər. Yəni bax, bu gənclərin qabağına çıxırsa, yəni mən çox irad bildirirəm sizə. Yəni belə eləmək olmaz. Bir dəfə mənim bu videomu izləyənlər bilir. Külək vurmuşdu, tripodumu yıxmışdı da. Mikrofonum qırıldı. 140 manata aldığım. İndi bir şəkildə onun bərpa etmə yolunu tapdım, düzəltdim. Tripodumu yəni sizə göstərim elə yerə qoymuşam ki, bax buradan da yıxılsa, da hər şey bitəcək. Hava da biraz küləklidir, qorxuram. Maksimum dərəcədə diqqətli qoymuşam ki, yəni da yıxılmasın da, telefonumuzdan da durduq yer olmayaq. İndi gözləyək də gəlinə gedənə görək kimsə qəbul edəcək bizi. Xanım, müsahibə vermək istəyirsiniz? Yəni sadəcə baxın da, görün nə dərəcə çətindir, onu yəni göstərəcəm sizə. Gəlmişəm Elmlər Akademiyasının parkına. Bundan əvvəl Targoviyaya da getmişəm. Ondan sonra Bulvara da getmişəm, Dəniz qırağına da getmişəm. Başqa müxtəlif bir çox parka getmişəm ki, yəni nədənsə bura mənə daha doğma hiss etdirir də. O hissiyatı o getdiyim yerlərdə ala bilmirəm. Normalda mən bilirəm şəhərlərdə insanlar deyəcək ki, bəs bu tərzdə videoların mövzusu əsas Targovada yaxşı olur. Çünki Targovada cürbəcür insanlar var da. Amma mən Targovada kimə yaxınlaşdımsa o məndən danışmaq istəmədi. Kimə yaxınlaşdımsa elə oldu. Bura gəldim. Həm də bura indi baxmayın da, ətrafda burada neçə dənə universitet var da. Gənclər biraz
daha burada intellektualdır da Targoviyə nisbətən. Amma yenə eyni şeydir. Qardaş, danışmırlar, insanlar danışmaq istəmir. Yenə eyni problem. Özdə bunu da əlavə edeyim ki, bu asan bir iş deyil ha, mən sizə deyim. Yəni gələn gedən mənə baxır burada. O anksiyetəsi olan, qorxusu olan insan belə şeylər yəni çəkə bilməz də, utanar da çəkməyə. Düzdür, mən də utanıram. Hər adama yaxınlaşa bilmirəm, amma yenə bir şəkildə çəkməyə cəsarət edirəm da, belə deyək. Bu görək qəşəng qabaqda gözəl formalı bir dənə dayı gəlir. O görüm bu tərəfə gəlsə soruşacağam, görək qəbul edəcəkmi? Müsahibə vermək istəyirsiniz? Sağ ol. Məsələn, bəzən elə adamlar olur ki, görürəm artıq heç mən tərəfə baxmır da, başını belə eləyib gedir. Onda mən heç soruşmağa tənəzzül etmirəm, çünki bilirəm ki, bu insan iştirak etmək istəməyəcək. Uğursuzluqla dolu bir videodur. Şəxsən sırf bunu çəkirəm ki, cəmaət görsün ki, pis bir şey yoxdur da, burada səmimi bir ortamdır. Kameranı qoymuşam ora, adam yəni deyirəm, kameranı götürüb kimsə ağzına soxmuram, mədəni şəkildə yaxınlaşıram, soruşuram. Olmur, kimsə olmur. Çox çətindir, çox. Vallahi çox çətindir. Yəni istəyirəm maraqlı videolar olsun. Məsələn, mən istəyirəm izləyicilər də yazsın ki, bəs suallar yazsınlar, o sualları gəlin burada insanlara verim də, maraqlı bir video yalansın, amma görürəm ki, mümkün deyil də. Kim müsahibə vermək istəyir? İlk siz oldunuz, ilk siz oldunuz. Müsahibəmiz qadın cinayətləri ilə bağlıdır. Sizcə ölkədə baş verən qadın cinayətlərinin kökündə hansı səbəblər yatır? Valla qadın cinayətləri ilə belə kişi cinayətlərinin fərqini bu əslində çox cinayət var. Qadınlarda biraz fərqli, məsələn, məişət cinayətləri zət. Amma məncə bunu cinsə görə fərqləndirmirəm. Yəni ikisində də məncə eyni bir növrədən başlayır ikisi də. Ona görə də biraz yəni spesifik bir hansısa bir sual olsaydı ona cavab verərdim. Belə ümumiləşdirilmiş amma çətindir. Başa düşdüm. Mən yəni onu demək istəyirdim ki, bu gün xəbərlərdə tez-tez eşidirik ki, bəs əri arvadını qətlə yetirir. Kimisi bıçaqlayır, öldürür, kimisi balta ilə öldürür. Yəni bunu soruşmaq istəyirəm ki, bu nəyə görə artıb? Hələ keçən ay, yəni hər 2 gündən, 3 gündən bir biz qadın cinayəti xəbəri görürdük. Mən maraqlıda bu niyə olur? Nəyə görə olur? Qadının qurban olduğu. Bəli, qadının qurban olduğu. Əsasən deyirlər məsələn namus üstə ya filan şey üstə. Məsələn qadın ərinə xəyanət eləyəndə namussuz olur, amma ər xanımına xəyanət eləyəndə namussuz olmur. Bunun səbəbi nədir? Nəyə görə belə olur? O məncə sosiumla asılıdır. Həm də valla insanın özündən asılıdır. Yəni elə deyirlər ki, heç kimi qınama, qınadığın yerdən sınanarsan. Amma valla bilmirəm. Yəni o öldürmək yəni son həddir. Məsələn, xəyanət eləyibsə xanım və yaxud da kişi, ayrıl. Elmə bəraət qazandırmaq olar? Yox, heç cür. Yəni nə elirsə eləsin? Yox da, onun xeyri yoxdur. Yəni bilirsiniz, o xəyanət edən insanı öldürmək, o onun üçün çox asandır. Yəni ölür gedir, amma o insan yaşayanda hamı biləndə ki, bu xəyanət eləyib ailəsini dağıdıb, o ona məncə daha ağır cəzadır. Çünki həyatın sonuna qədər o damğa ilə yaşayırdı. Yəni o onun üçün daha ağır cəza olur. Yəni fiziki cəza olmur, emosional cəza olur. O da daha ağırdır. Cəza ilə ağır növüdür. Çox təşəkkür edirəm. Sağ olun. Siz İştirak etmək istəyiniz var? Danışsam mən biraz loru danışıram. Yox, fərqi yoxdur, danışın. Yəni elə söz deyərsiniz ki, düşərsiniz sosial şəbəkəyə, insanlar sizi linç edir. Yəni bunu özünüz dəqiqləşdirin. Sosial şəbəkə yaxşı bizim məmada düşmür olmur, ancaq daşıyanda düşür. Qadın cinayətlərinin baş verməsinin kökündə nə səbəblər yatır? Nəyə görə bunlar baş verir? Açığı məncə bu səbəblərdən ən böyük səbəblərdən biri baş qaynağı birinci biz istər-istəməz texnologiya dövründəyik və ona görə də məsələn əvvəllər də bunlar olurdu. Məsələn cinayətdən danışmayım, suisid halları, yəni qəza halları. Bizdə adətən xəbərlər deyim də. Məsələn, parkovka düz gəlmədi, çəkirlər. Nəsə bir opşiması söhbət 3 nəfərdən artıq olandan sonra bu sosiallaşır. Bu sual qaldırılır. Əslində bu bir tərəfdən yaxşıdır, bir tərəfdən pisdir. Çünki çox vaxt lazımsız sualları qaldırırlar. Deyirlər ki, məsələn də lazımsız suallara fişir edirlər məsələləri. Əslində bu əvvəllərdə bu hallarla rastlaşmaq olur. Düz daha belə baxanda daha az idi. Çünki belə deyim, əsas qaynağı bizdə mentalitet söhbətidir. Bizim mentalitetimiz o şey köhnələrdən gəlir. Hələ də qalır. Yəni biz hələ indi dövr dəyişir, mentalitet nəyəsə uyğunlaşmağa çalışır, amma hələ ki uyğunlaşma periodundadır. Yəni tam uyğunlaşmır. Ona görə də məsələn bizim ölkəmizin, bizim nasiyaya deyək də, bizim millətimizin öz bir prinsipləri var da. Məsələn, maddələrə əsasən mi deyim, yoxsa şəxsi bir prinsip yazılmayan qanunlara mı deyim? Yəni ona əsasən gedir. Bizdə məsələn istər-istəməz Avropadan gələnlər, məsələn, Avropa əsaslarına, standartlarına daha yaxınlaşırıq deyə. Qadınlar görür ki, yox da bu Azərbaycanda məsələn bu şərait biraz elə də ürək açan deyil də. Çünki bizim mentalitetimizdə uyğun, yəni əvvəlki dövrə baxsaq, elə bir əsr bundan qabağa götürsək, qadın ancaq evdə məsələn ev işləri görür, amma xəzərkalıq eləyir də. İndiki qadınlar elə bir şey istəmir. Əslində o
hardasa mən o fikirlə razıyam, hardasa razı deyiləm. Yəni burada yəni stereotiplər zadları var yenə deyirəm. Hə, məsələn, mən tərəfindəyəm ki, qadın ali təhsil alsınlar. Bizdə məsələn o dövrdə ali təhsil, yəni qadına elə də ali təhsil lazım deyil idi. Çünki qadınlara işləməyə icazə yoxdur. Evet. Amma indi xanımlar, qadınlar görür ki, hə, ali təhsil vacibdir. Çünki istər-istəməz patriarxat yeni dövrlə qarışıb bir-birinə. Bizdə kişilərin çox sayısı patriarxatla gedir. Çünki indi istər-istəməz ailələr elədir bizdə. Hə, qadınlar da ondan razılaşmaq istəmir. Hardasa yenə bəraət qazandıra bilərəm də, bilməyə də bilərəm. Hə, yəni çünki baxır hansı tərəfdən baxırsan. Amma indi yenə də, yəni çoxalmağı məncə yaxşı ürək açan bir şey deyil. Amma bu əvvəl də var idi. Sadəcə bu indi o vaxt sosial şəbəkə yox idi. Hə, ona görə də onu xəbərə verə bilmirdilər. O xəbərlərdə üstə örtülürdü. Yəni uzağa belə qohum-qonşu bilirdi, vəsə. Hə, indi nə bilim, ya açığı deyim, ürək açan deyil yenə də deyirəm. Ümid edirəm ki, bizim mentalitetlə Avropa standartları, vəbşi Avropada gedən həyat, Avropa mentaliteti deyək də, lord dillə. Onlar ayaqlaşarlar, hər şey qadiyyət düşər, normaya düşər. Bu cinayət işlərdə azadar. Xəyanət məsələsinə gələndə isə bizdə, yəni dostum demişkən, xəyanətə bəraət qazandırmaq olmaz. Yəni o heç bir halda şey qazanmır, tərəfin saxlanır. Ölümlə nəticələnsə, Ölümlə nəticələnsə belə. Məsələ deyil ki, onu sən öldürəsən də. Yəni dostum bəyəklər çıxış elədi ki, məsələn, ölmək daha asandır deyək də, asan cəzadır da. Çünki ölür, onun uzağı bir ay xatırlayırlar ki, məsələn, bu insan xəyanət elədi, yoldaşı da bunu öldürdü. Amma ki, yəni öldürmək dostum demişəm, yəni də asan bir cəzadır. Yəni o cəza məncə o cəzaya dəyməz. Çünki o insan ölür, köçür o birisi dünyaya. Sən isə belə deyim də, şəxsi həyatını məhv edirsən də. Çünki bizdə konstitusiyaya əsasən insan 12 ildən 15 ilə ya da ömürlük də gedə bilər. Qəsdən adam öldürmək. hə dostlar, hardasa sonuncu müsahibədən sonra bir 40 dəqiqədir ki, gözləyirəm. Bir çox adama sual verdim. Böyüyə, balacaya hamı yenə yox cavabı verdi. Sadəcə 2 nəfər müsahibədə iştirak etdi. Mən bunu yenə də paylaşacağam. Ümid edirəm bu yaxşı izlənməli deyirlər video və insanlar, yəni mən olanda müsahibə vermək istəyərlər. Yoxsa alınmır. Yəni kimə deyirəm həqiqətən yox cavabı verir. Eyb yox, hələlik bu video belə olsun. Videonu paylaşaq. Gələn nəticəyi nəzərə alaraq mən yenə görüm video hazırlaya biləcəmmi, bilməyəcəmmi, bilmirəm. Bu videonu yenə də paylaşaq. Görək nəticə necə olacaq. Yəni ümid edirəm ki, video çox izlənər ki, mən sabah yenə bura gələndə, yəni sabah olmayanda başqa vaxt bura gələndə insanlardan müsahibə almaq istəyəndə onlar hə cavabını verərlər. Yəni inanın neçə nəfərə sual verdimsə heç biri qəbul etmək istəmədi. Hələlik videonu burada sonlandırıram. İnşallah ki, gələn dəfəki videoda daha çox insandan müsahibə almaq şansım olar.